Salam hörmətli izləyicilər. Xoş gördük sizi RATV kanalında. Bugün mən sizə mövsümün tənək yarpağının qoyulma qaydasını öyrədəcəm. Mən bir başqa cür alça ilə qoyulmasını öyrədəcəm. Bunun üçün bizə nə lazımdır? Tənək yarpağı, dediyim kimi Təbriz yarpağı. Çünki bu Təbriz yarpağı çox gözəl olur dolması, yumşaq olur. Alça və bir də bu duzdan, ayrı duzdan yox. Çünki bu duz çox yaxşı saxlayır. O biri duzlar çürüdür yarpağı. İndi mərhələ-mərhələ mən sizə bunu necə bankaya qoyuruq öyrədəcəm. Belə 3 litrlik qazanda su qoymuşam. Su indi belə qaynayan moment. Buna yarım paşkadan biraz az duz tökürük. Və bunun təzədən bir də elə qaynamasını gözləyirik. Çünki bu duz həll olsun. Ona kimi biz demək mən 3 kiloluğa eləyəcəm. 2 kilo yarpaqdır. 3 kiloluq bankanı polunu doldurur. Bunun üçün biz əvvəlcə bunun altından biraz duz tökməliyik. Duz heç vaxt yarpağı xarab olmağa qoymur. Və indi lay alçada qoyacağıq. Əvvəlcə altdan 3 dənə, 4 dənə alça tulluyuruq. Sonra isə yarpaqları lay düzəcəyik. Gördüyünüz kimi suyumuz duzla bərabər yenə qaynadı və yarpağı bax belə qat götürürük və belə qatlayırıq. Belə bir ləvəzmatla onu beləcə qatlayır, belə suya salırıq, qaynayan suya, duzlu suyumuza. Bir də belə açırıq ki, arasına da o duzlu su geçsin. 2 dəfə, 3 dəfə basıb çıxardırıq və lay başlayırıq bankamıza yığmağa. Yığdıqca da hər qatında bir qat yığırıq, acana duz tökürük, yarım qaşıq. Təzədən bir də qatı təzələdikcə az aralarına duz tökürük. Bir də alça qoyuruq. Kim hərə öz zövqünə görə eləyə bilər. İstəsəz şüyüd də qoya bilərsiniz. O da bir başqa tam verir. İstəsəz qızıl gül də qoya bilərsiniz. O da bir başqa cür tam verir. Kimin nə təri xoşuna gəlir elə də